Şəkər professorluğunda işləmişəm, sürücü. Sonra Sürücülük etmişsiniz. sürücülük etmişəm uzun müddət. Yaxşı insanlarla işləmişəm. Bəs sizə qarşı o vaxtda heç bir baskı zad olmayır? Yox, heç bir şey. Hökumət gözəl hökumətdir. İnsanlardır ki, yaxşı insanlarla işləmişəm. Məsəl üçün, bütün professorluğun sədri olub, rəhmətli Lider Rəsulov. Lider Rəsulova. Lider Rəsulova. Biz ayda hər şoför bir gün dejurn olurdu. Həmişə mənim dejursam olanda rəhmətli həmişə mən aparırdım. Özü ki, onunla düz 2-ci mərtəbəyəcən qalxırdım. İçəri salırdım onu, sonra düşürdüm. Sonra Ağa Hüseynovla işləmişəm. O, ASB-sin sədri olub. Ancaq mənim sədrim həkimlərin böyüklüyü Emin Efendiyev olub. Mən gəzdirmişəm onu. Klar Axmedovna olub. Emin Efendiyevdən qabaq. Hal-hazırda da onlar işləyirlər. Klar Axmedov rəhmətə gedib. Müxtəsər onu deyə bilərəm ki, yaxşı insanlarla oturub durmuşam. Yaxşı ədəb ərkanı da hələ onlardan öyrənmişəm. Lider Rəsulova necə xatırlayırsınız? Çox gözəl insan idi. Çox təmiz, düz danışan adam idi. O əsl haralı idi? Əsli Rəzgi idi onun. Lider Rəsulova. Bəli. Atasının adı nə idi onun? Atasının adı bilmirəm. Xudat qızı deyil. Lider Rəsulov dedi, beləncə bir zad var. Ancaq onu bilirəm ki, misal üçün Heydər Əliyev onu çox sevirdi. Çox sevirdi. Sonra nazir də işlədi də? Sonra invalidlərin naziri işlədi. İnvalidlərin? Mən yadıma düşür ki, o təhsil naziri də işlədi yaxı. Təhsil də işlədi deyəsən. Ancaq mən onu invalidləri naziri olanda mən posta getdim, uşağım xəstə idi. Orada spor oldu, təsadüfən də rast gəldi. Dedim, pəs mənə haqsızlıq edirlər. Çağırdı, hamısını həll elədi. Təmiz, düz. O adam ki, harunluq eləyirdi, onu uçuzurdu yemin.